Allah'a şakirəm, iftixar edirəm və güvənirəm siz millətimizə, siz mərdumuza ki, həmişə olmağınız bizə dayaqdır, iftixardır. İstədim Təbrizdən söhbət eləyəm, dostlarım söhbət elədilər. Təbriz bir əzəmətdir ki, hər səfəsini əgər vursaq, kolli söz danışmaq olar. Bu divan-ı əzim. Təbrizin keçəcəyi müşəxxəsdir. Təbrizin bazarına baxsaz, ərkinə baxsaz, Təbrizin göy məsidinə baxsaz, məqbərət-ü şüərasına baxsaz, o rəfa və şüərayı ki, orada yatıb, onlara baxsaz, Təbriz danışıb, Təbrizin ipək yolu, Təbrizin iqtisadi, sənəti, hünəri, Təbrizin bunlardan hamısından yuxarı mərdumi. Dünəm dedilər, imarət-i kolafərəngi. Mən deyirəm, imarət-i mərdum. Bizim dövran-ı fəraz و nəşibi ki varımızdır, bəli, Azərbaycan və Təbrizin üzünə çəngi salıblar. Pəhləvi zamanında bu imarəti təxrib ediblər və biz bu günlərim sizin cavanlarınızın himmətinə eləyə bildik, dubarı buranı bazafərini eləyək. Bəli, bizim millətimiz, cavanlarımız, mərdumumuz qanları bu toprağa bağlıdır. Buradan deyirik, tamamı düşmənlərə, tamamı onlar ki, pəhləvicidirlər, hamısına deyirik ki, qanımızı verəcək və toprağımızdan hətta bir qarış da verməyəcək qətən.